Bunu deyən də Nancy-dir. Yəni hörmətlərlə Nancy. Nancy məlumat verir Kate-ə öz tətili haqqında. Ona görə də yetilə cavab eləyir C variantı. 8-ci testdən davam edirəm. Biz burada mətni oxuyub tərcümə etməliyik. Daha sonra isə suallara cavab verməliyik. 8-ci testdən davam edirəm. Deməli burada bizə deyir ki, doğru bəyanatları seçin. Baxın, 2-də yazıb big house, amma mətndə yuxarıda mən xəttləmişəm. Baxın, burada xəttləmişəm. Burada small house deyir. Ona görə 2 səhvdir. Və 3-də də deyir ki, uşaqlar qapını döyməkdən qorxurlar. Yuxarıda yeni xəttləmişəm. Burada yazıb ki, onlar qapını döyürlər. Yəni qapını döyməkdən qorxmurlar. Ona görə burada 2-3 səhvdir. 1-4 isə düzgün cavabdır. Ona görə 8-ə düzgün cavab Y variantı edir. 9-a soruşdur ki, mətn nə haqqındadır? Mətn uşaqların xoşbəxt bir günü haqqındadır. Ona görə 9-a cavab B variantı eləyir. 10-cu testdə deyir ki, what happens on Saturday? 6-cı gün nə baş verir? Fred and Anna see a house in the forest. Fred və Anna görürlər bir dənə ev meşədə. Yəni meşədə ev tapırlar, ev görürlər. O deyir 6-cı gün deyir nə baş verir? Yəni o hadisə baş verir 6-cı gün. Onda cavab C. 11-ci testdə gənc qız tells the children her name. Öz adını uşaqlara deyir. Takes the children to her room. Uşaqları öz otağına aparır. Burada cavab olacaq 1, 4 düzgün cavab. 12-yə baxıram. Yanlış fikirləri seçin deyir. Burada yanlış fikirləri seçmişəm 1 və 3. 1. Sally tells her parents about her new friend. Sally valideynlərinə deyir öz yeni dostu haqqında. 3. Parents takes the children on Sally on Saturday. Uşaqlar aparırlar uşaqlarını Sally ilə 6-cı gün. Və səhv cavablardır. 1, 3 burada yanlış cavabdır. Çünki 2, 4-ü mətnin içində dediyi üçün onlar doğru cavablardır. 12-də də cavab eləyəcək 1, 3. 13-cü testdən baxıram, davam edirəm. Deməli, görürük, həmişə bu tipli cümlələrdə, 13 tipli cümlələrdə cümlədə but olurdu, yəni amma ancaq. Ona görə bir tərəfi təsdiq, bir tərəfi inkar seçirdik. Bu cümlədə isə but yoxdur. Cümlənin axırında to var. To həmçinin deməkdir. Deməli, belə olacaq. O ingiliscə danışa bilir və mənim dostum da ingiliscə danışa bilir həmçinin. Birincisi, can modal feilindən sonra to gəlməz. Ona görə D variantı, Y variantı, C variantı getdi. Və bu cümlə təsdiq cümlə olduğu üçün, bu cümlədə but olmadığı üçün deyir, o danışa bilir ingiliscə və mənim dostum da həmçinin ingiliscə danışa bilir. Çünki cümlənin sonunda to yazıb həmçinin. Ona görə 13-də cavab olacaq A variantı. 14-də baxıram, düzgün cümləni seçin. When can you visit your friends? Sən nə vaxt dostlarına baş çəkə bilərsən? Deməli, sual cümləsidirsə, sual əvəzi ilə başlamalıdır, when-dən başlayır. Sual verəndə can cümlənin əvvəlinə keçir. Can you visit? 14-də bir cədən cavab olsa C variantı düzgün gəlir, digər variantlar yanlışdır. 15-ci testə baxıram. Vardır 2 dənə tutuquşu qəfəsin içində. Söhbət 2 dənə tutuquşudan söhbət getdiyi üçün two parrots xəbər olacaq are. They are, vardır. 16-ya baxıram. I take the book. Mən kitabı götürürəm. O mənim kitabımdır. Kitab nədir? Cansız. Ona görə olur it. It is my book. O mənim kitabımdır. B variantındakı it's onun deməkdir. Onundur, onun kitabı demək olmaz. D variantında it is them book olmaz. O onlara kitabdır demək olmaz. Çünki them onları onlara deməkdir. Ona görə cavab olur C variantı. Mən kitabı götürürəm. O mənim kitabımdır. C variantı düzgün cavab olur. 17-ci testdən davam edirəm. Bizim bağımız böyükdür. Altından xətt çəkilmiş üzrə sual verirəm.